Salam aleyküm dostlarım, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Mən Efe Orxan, Vörqaz Elmas satıcının sahibi. 2022-dən etibarən fəaliyyətdə idik, ta ki 2022-ci ilin axırlarına qədər. Belə deyim, o vaxtlar tonla müştəri, kolliktiv, birlik hər biri olmuşdu. Sonra 2022-nin oktyabr ayında əskəriyə getdim, ta ki gəldim 2024-ün aprel ayında. Fəaliyyətə davam etmək istədiyim prost kollektiv dağıldığı üçün və bəzi işlərim, problemlərim olduğu üçün fəaliyyətə davam edə bilmədim. Bu gündən etibarən yenə platformadayım. Fərqi yoxdur, YouTube olsun, TikTok olsun, oyun olsun və s. əlavələr olsun. Bu gündən elmas satışlarımızı da güvənilir, səliqəli Vörqaz Elmas satışından vura bilərsiniz. Hesab algı satışlarımızı da həmçinin dediyim kimi Vörqaz Elmas satışından edə bilərsiniz. Plus hər həftə ödüllü odalar, mən baxır da nəzərə alacağım olar ki, gündəlik eləyərəm, 3 gündən bir də eləyərəm. Bu gündən etibarən elə ödüllü odanı keçirirəm. Çox demirəm, 19-20 abunə olmalıdır. Hələ yəni indi başlayırıq. 200 abunədə həftəlik üçün ödüllü oda keçirəcəm. Giriş üçün heç kəsin ödəniş tələb olunmur. Giriş ödənişsiz olacaq. Sadəcə nə armalısınız? Videomu bəyənməlisiniz, kanala abunə olmalısınız. Ən azından da 3 dənə Free Fire oynayan dostunuza videonu göndərməlisiniz. Bunu etdikdən sonra siz bir dənə yoruma yazırsınız ki, qatılıram. İdivizə deyirsiniz, mən sizə dostluq atacağım. Bu da dostumun hesabıdır, yəni özümün hesabım hal-hazırda yoxdur. Dostumun hesabında sizin üçün ödüllü odanı təşkil edəcəm. 200 abunəyə özəl həftəlik, dalınca da taliba artdıqca yenə də ödüllü odalar keçirəcəm, yəni əvvəlkilər bilir. Gündəlik hər gün giriş pulsuz ödüllü odalar keçirirdim. Prost bəzi problemlərlə bağlı bu neçə il ərzində girə bilmədim, fəaliyyəti dayandırdım, amma bu gündən etibarən dediyim kimi elmas satışı olsun, hesab algı satqıları olsun, əlavə oyunların ödənişləri olsun, TikTok'un jetonu olsun və s. əlavə bütün platformalarda fəaliyyətdə olacaq. Zəhmət olmasa videomuzu bəyənək, kanalımıza abunə olaq, dostlarınızla paylaşın ki, video hər kəsin qarşısına çıxsın. İnşallah da ehtiyacı olan birinə elmas satar. Sağ olun, Allah'a emanet.